Sizcə birini öldürmək asan bir şeydir və sonra gələn soyuq tər və vicdan azabı necə? Dostlar, bu filmi izlədikdən sonra tüklərim biz-biz oldu da və hələ də özümə gələ bilməmişəm. Siz çayınızı, kofenizi süzün və gəlin başlayaq. Ailənizlə yeni bir evə köçdüyünüzü düşünün. Amma sanki siz bu evdə daha əvvəl olmusunuz. Sanki hər şey yolundadır. Amma bir his var içində, o da deyir ki, sən bu evi tanıyırsan. Tin adlı bu oğlan bu evə köçəndən sonra qarşıdakı otaqdan qəribə-qəribə səslər eşitməyə başlayır. Bu otaqda əvvəlki xazinənin şəxsi əşyaları olduğundan ailəsi bu otağa heç kim girməsini istəmirdi. Bu evə köçdükdən sonra oğlanın ailəsi də qəribə rəftar etməyə başlamışdı. Bir gün ailəsi ilə yemək yeyərkən yuxarıdakı həmin otaqdan qəribə səslər eşitməyə başlayır. Ailəsi isə ona əhəmiyyət verməyib yeməyi davam etdirməsini istəyir. Böyük ehtimalla bunun göy gurultusundan olan səs olduğunu deyib söhbəti bağlayırlar. Həmin gecə oğlan birinin həmin otaqdan çıxıb ona tərəf gəldiyini eşidir. Oğlan da qorxusundan tez başını bastırır. Səsin getdiyini eşidib başını təkrar qaldırdıqda isə görünüşə görə bunların hamısı qorxulu bir yuxuymuş. Ertəsi gün həmin otaqdan yenə qəribə səslər eşitməyə başlayır və həmin otağa tərəf yaxınlaşır. Bu momentdə qardaşı onu dayandırıb nə olduğunu soruşur. Uşaq nə qədər içəridən səslər eşitdiyini desə də qardaşı ona inanmayır və hava alması üçün onu çölə çıxarır. Elə bundan sonra da daha da qəribə hadisələr baş verməyə başlayır. O geri qayıdarkən qardaşının başqa adamlar tərəfindən qaçırıldığını görür. Tez qaçaraq gəlib burada ailəsinə xəbər verir. Beləcə istintaq başladılır və başlayırlar qardaşını qaçıran adamlardan xəbər gözləməyə. Beləcə günlər ötməyə başlayır və oğlanlar hələ də bir iz yoxdur. Bir gün oğlan yuxudan ayılıb görür ki, qardaşı evə geri qayıdıb. Amma görünüşə görə o qaçırıldığı günə dair falan heç nəyə xatırlamır. Bundan sonra Cin öz qardaşında bir qəribəlik hiss etməyə başlayır. Qardaşı gecə yarısı duraraq bir yerlərə gedirdi. Bu da eləmə tənbəlliyi həmin gecələrin birində düşür bunun dalıyca. Qardaşını izləyə-izləyə gəlib nə görsə yaxşıdır. Sən demə qardaşı itəndə evə gələn həmin o polislər elə öz qardaşının adamıymış. Bu da bilmədən səs salır və həmin adamlar da düşür bunun dalıyca. Aha, sonunda qaçdı adamlardan qurtuldu deyə fikirləşirdim ki, qardaşı kənardan çıxıb bunu uydurur. Bu təkrar oyanıb görür ki, yenə öz otağındadır, qardaşı da öz yerində yıxılıb yatıb. O tezbasa qaçaraq qardaşından qurtulmağa çalışır. Qardaşı isə ağlını başına yığmağını, bunun da böyük ehtimalla gördüyü o səsə yuxulardan biri olduğunu deyir. Nəysə, bunların yuxu olduğunu qardaşı bunu inandırır və bunlar da oturub qəşəngcəni yeyib içirlər. Qardaşı işə çıxıb gedəndən sonra bu da başlayır onun sözlərini xatırlamağa. Çünki o qardaşına həmin gecə taksiyə mindiyini deməmişdi. Demək ki, dünən yaşadıqlarının hamısı gerçək imiş. Anası evə gələn kimi başlayır hər şeyi açıb ona danışmağa. Gecə bu ayılıb düşüb aşağı eşidir ki, tay demə anası da bu işin içindəymiş. Qadın telefonda həmin oğlanla danışaraq bu oğlanın üşək olub bitəni anladığını, evə tez gəlməyini istəyir. Oğlan da düşür mandıraja, qaçaraq çölə çıxır. Bu səfər də yolda atası ilə qarşılaşır. Sən demə oğlanın bütün həyatı yalan imiş. Yəni bütün bu ailəsi gerçək deyilmiş. O qaçaraq gəlib birtəhər buradakı polislərdən kömək istəyir. Elə uşaqlar filmin bu yerində məni paraliz vurur da. Paraliz mənə nətər vurdusa dilim ağzım əyildi də. Uşaqlar, oradakı polislər belə adlarda insanın olmadığını və itkin elanlarına rast gəlinmədiyini deyirlər. Üstəlik onun 42 yaşında olduğunu deyirlər. O 1997-ci ildə yaşadığını düşünürdü. Sən demə tarix 2017-ci il imiş. Bundan sonra güzgəyə baxıb oğlan havalanır. O həqiqətən də 40 yaşlarında görünürdü. Durub əsəbi halda evə qayıdır və bundan sonra mənim ikinci dəfə ağzım əyilir. Gəlib həmin bağlı otağa girərək yerdə qanlarla və oyuncaq mankenlə qarşılaşır. Bu zaman saxta ailəsi otağa girib başlayır hər şeyi danışmağa. 20 il bundan əvvəl ana və məsum qızı amansızca bu evdə öldürülmüşdü. Üstəlik üstündən illər keçməyinə baxmayaraq hələ də qatil tapılmamışdı. Amma həmin ailənin yaxınları bu məsələdən əl çəkmək istəmirdilər və həmin qatilin tapılmasını istəyirdilər. Buna görə də bu detektivi tutmuşdular. Həmin detektiv də illərlə sürən axtarışdan sonra onu tapmışdı. Amma bu adama nə qədər işgəncə etsələr də o öz günahını etiraf etmək istəmirdi. O həmin gecə elə bir travmatik hadisə yaşamışdı ki, bunu tam olaraq xatırlamayırdı. Buna görə də onu hipnoz edib həmin yaş dövrünə qaytaracaqdılar. Həmin bu hipnozcu onun atası, bu detektiv isə qardaşı olacaqdı. Anası rolunda isə köhnə aktrisa tapmışdılar. Of.
yəni mənim başından bəri sevib izlədiyim əsas personaj əli qanlı cinayətkar imiş. Əlbəttə o da bütün bunları inkar eləyib qapını açıb maşından tullanır. Sonra da başlayır məhəlləyə tərəf qaçmağa. Bunlar da maşından düşürlər bunun dalıyca. Bir xeyli qaçdı qovdudan sonra bu maşın başqa bir maşınla toqquşub qəza eləyir. Aha, bu sonda qaçdı qurtuldu deyə fikirləşirdim ki, başqa maşında vurub onu tullar qırağa. Demək uşaqlar, bunun ikisi də gətirilir həmin xəstəxanaya və burada baş verənləri görəndən sonra elə bir oturduğum yerdə kimsə kənardan çıxıb bıçağı ürəyimə soxdu da mən. Yəni o qədər depressiya keçirdim. Yəni bundan sonra oğlan əsl olub bitəni yuxularında görməyə başlayır. Əslində cin o vaxtda ailəsi ilə maşında gedərkən ağır bir qəza keçirmişdilər. Buna görə anası və atası ölmüşdü. Həkim isə qardaşının da ömrünün az olduğunu və buna görə mütləq onun əməliyyat edilməli olduğunu deyirdi. Cinin isə heç əməliyyatı qarşılamağa köpüyü də yox idi. O alt siniflərdə işləyir, quru çörəklə qarnını doydururdu. Ağ zalım həyat, bu uşaqdan nə istədirsən? Çıxışsız vəziyyətdə olan qaqam da başlayır hər saatdə iş elanı verərək əməliyyatın pulunu tapıb düzəltməyə. Günlərin biri buna qəribə bir mesaj gəlir ki, pul qarşılığında ruhunu sata bilərsən. Ondan istənilənsə başqa birini öldürülməsi idi. Çıxılmaz vəziyyətdə qalan uşaq da bununla razılaşır. Adam deyir ki, uşaqlara dəyməsin, sadəcə qadını öldürüb çıxsın evdən. Qorxa-qorxa bir təhər gəlir həmin evə girir. Elə bu moment həmin qadınla üzləşir. Həmin qadını sakitləşdirib bir qələtli etdiyini, indi çıxıb gedəcəyini deyir. Bu zamanda yuxarıdan gələn qız oğlanı görüb başlayır qışqıra-qışqıra qaçmağa. Oğlan qızın səsini kəsib sakitləşdirməyə çalışarkən bilmədən bıçaqlayıb qızı öldürür. Bu da qızın qanlar içində olduğunu görüb mandıraja düşür. Bu səfər də anası qışqırır deyə oğlan bilərək və ya bilməyərək onu da bıçaqlayıb öldürür. Aşağı düşəndə isə həmin balaca ilə qarşılaşır. Əgər anasının gəlməyini istəyirsə, gedib başını bastırıb yüzə kimi saymasını istəyir. Sizcə bütün bölümlərin arxasında kim var? Bu kimin başının altından çıxmış ola bilər? Kim olacaq? Bu həmin uğraş həkimin. O öz arvadını öldürtdürərək yoldaşının həyat sığortasından yararlanacaq idi. O bunu uşaqları küçədə qalmasın deyə edirdi. Əgər sığorta pulu qarşılasa, ev onlara qalacaqdı. Beləliklə uşaqları küçədə qalmayacaqdı. Və buna görə də öz arvadını qurban vermişdi. Nəysə bunlar da başlayır həmin moment süpürləşməyə, kişi də yuxarıdan yıxılıb ölür. Elə bu moment həmin xəstəxanada ayılıb həmin detektivlə üzləşir və həmin məsum insanları öldürdüyünü deyərək etiraf edir və onların ailə yaxınlarından üzr istəyəcəyini deyir. Dayan bir dəqiqə. Bütün ailə ölmüşdü axı. Bir dənə geriyə bu uşaq qalmışdı, balaca uşaq. Bax burada qəribə hisslər keçirdim də mən. Sən demə bu oğlan da həmin uşaq imiş. O ailəsini kimi öldürdüyünü öyrənməkdən ötürü bu yolu seçmişdi. Detektiv nə qədər onun bu işə kimi məcbur etdiyini soruşsa da, ona bunun atası etdiyini deyib oğlanı əzmək istəmir. Amma bu bədbəxt hər şeyi anlamışdı. O artıq bilirdi ki, bunu öz atası elətdirib. Bu əzaba dözə bilmir, gəlib özünü yuxarıdan atıb öldürür. Digər oğlan da götürür iynəni, vurub özünə, o da özünü öldürür. Elə mən də sizin kimi filmin bitdiyini düşünürdüm ki, sonda bu səhnə ilə qarşılaşıram. Bu görüntü isə ailəsi ilə yola düşüb qəza etməmişdən əvvəl olan bir görüntü idi. O həmin parkda o balaca uşaqla qarşılaşmışdı. Balaca uşaq deyəndə yəqin bildirzə kimi deyirəm. Həmin o detektivlə, həmin o ailəsini öldürdüyü uşaqla. Həmişə videonun sonunda mən öz fikirlərimi bölüşürəm. Dedim görüm bu dəfə sizdən soruşum, görüm bu film haqqında, bu son səhnə haqqında sizlər nə düşünürsünüz? Yazın, görüm kimdən kreativ fikirlər çıxacaq. Sizcə bu filmin vermək istədiyi mesaj nə idi? Dostlar, xahiş edirəm videonu bəyənib və filmlə bağlı rəylərinizi yazın ki, belə kontentlərin davamı gəlsin. Onsuz da kanal ölüm ayağındadır. Şərh yazaraq və videoları bəyənərək az da olsa mənə dəstək olmuş olursunuz. Növbəti videolarda görüşmək üzrə. Sağ olun və özünüzə yaxşı baxın.